Hörmətli müəllimlər, sizi 5 oktyabr peşə gününüz münasibətilə təbrik edirəm. Fəaliyyətinizdə uğurlar arzu edirəm. Bu arada mənim öz ixtisasım da elə müəllimlik ixtisasıdır və təbii ki, mənim dostlarımın bir çoxu, hətta ən yaxın dostlarımın bir çoxu hal-hazırda da müəllimlik peşəsi ilə məşğul olurlar və onlar ölkəmizdə, cəmiyyətimizdə bu ən şərəfli peşə ilə xidmət edirlər. Biz adətən mətbuatda, ictimaiyyətdə daha çox müəllimlər haqqında tənqidi yazıların, tənqidi çıxışların şahidi oluruq. Bugün mən bu ancaq müsbət məsələlərə toxunmaq istəyirəm. Çünki il ərzində bir gün var ki, biz bu həqiqətən də sözün həqiqi mənasında ən dəyərli, bütün tarix boyu, bəşəriyyət tarixi boyu ən dəyərli peşə olan müəllimlik peşəsinin fəaliyyəti ilə məşğul olanların bir gün var il ərzində ki, bugün onların peşə bayramı günüdür və bugün biz tənqidi məsələlərə yer verməli deyilik deyə mən düşünürəm. Zaten olan o tənqidi məsələlərin də birbaşa hədəf nöqtəsi kimi mən heç vaxt müəllimlərin özlərini görməmişəm. Bu ayrı mövzu. Hər bir insanı yetişdirən, hər bir siyasətçini, hər bir alimi, hər bir prezidenti, həkimi, mühəndisi və s. siyahını istənəndə uzada bilərik. Onun arxasında həmişə bir müəllim durur, həmişə bir öyrədən durur. Zaten müəllim sözünün mənası da öyrədən deməkdir. Biz müəllim deyirik, bu ərəb dilindən gəlmə söz və yaxud da ki, türklərin hoca dediyi, bu öyrədən deməkdir. Əsas odur ki, bizim müəllimlərimiz cəmiyyətimizdə faydalı olsun, cəmiyyətimizin övladlarına nələrsə öyrətsin, Azərbaycan cəmiyyətinin gələcəyini əsas bu həll edəcək. Hər şey əbədi deyil, heç nə əbədi deyil, hər şey keçəlidir zaten. İndiki siyasi sistemdə, indi üzdə olan siyasətçilər də, hətta 30 ildən sonra üzdə olan siyasətçilər də, amma Azərbaycan dövləti həmişə qalar və bu dövlətin təməl daşları Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətini də böyüdən, onun inkişafına əsas yaradan təbii ki, müəllimlərdir. Müəllimlərin özlərinin də yetərincə problemləri var. Bu problemlərdən ən böyüyü əslində elə həm də onların ictimaiyyətdə daha çox tənqidinə tuş gələn məsələlərdən biri onların seçki sistemində istismarıdır. Seçkilərin məktəblərdə keçirilməsi, bağçalarda keçirilməsindən dolayı həmin o seçki sistemində, xüsusilə də iyrənc işlərin görülməsində müəllimlər istismar olunur. Hətta mən burada istifadə sözünü də istifadə etmirəm. İstismar olunur deyirəm birbaşa. Çünki zaten siz o komissiyada əyləşənlərə 150-200 manat verirsiniz. Uzaqbaşı komissiyanın özündə məntəqələrdə yox, dairədə işləyənlərin biraz pulu artıq olsa da bu o da böyük məbləğ deyil və bu da onu göstərir ki, məsələ orada maliyyə məsələsi deyil. Heç bir kəs, nəinki müəllim, digər peşə sahibləri də həmçinin 150 manata görə o ləkələnməyi, o geniş bir tənqidə tuş gəlməsi və yaxud da ki, biz seçkidən sonra hər dəfə görürük ki, müxtəlif video materiallar yayılır, orada insanlar rüsva edilir, hətta alçaldılır məmnun tərəfdarı olmasam da. Bunu da müəllimlər zaten özləri də istəmədən orada sadəcə istismar olunur. Siz digər insanlara bunu tapşırmaq istəmirsiniz, müəllimlərə həvalə edirsiniz. Bu da böyük, başqa bir mövzudur, böyük bir mövzudur. Mən onu qeyd etmək istəyirəm ki, müəllimlər Azərbaycan cəmiyyətinin gələcəyini həll edən ən əsas peşə sahiblərindən biridir. Biz nə qədər tənqid etsək də, nə qədər bizim məktəblərimizdə, universitetlərimizdə, bağçalarımızda problemlər olsa da, bu peşə sahiblərinin şərəfli işinə, bu peşə sahiblərinin Azərbaycan cəmiyyəti üçün fəaliyyətinə kölgə gətirməməlidir. Təbii ki, nöqsanlar bütün sahələrdə var, bütün sferalarımızda var. Bu nöqsanların da günahkarı hansısa bir direktor, hansısa bir müəllim deyil. Yəni konkret olaraq günahkar onlar deyil. İndi müəyyən qədər onların da təbii ki, günahı ola bilər. Bu fərdlərə bağlı məsələdir. Amma Azərbaycandakı bugünkü siyasi sistem 32 illik yəni Azərbaycan Partiyasının hakimiyyəti dönəmində baş verənlər və hətta bugün Təhsil Nazirimiz özü belə Azərbaycanda təhsil sektorundan birinci cavabdeh şəxs olan Təhsil Nazirimiz özü belə bizim universitetlərimizdə, bizim məktəblərimizdə, bizim bağçalarımızda müəyyən problemlərin olmasını dilə gətirirsə, demək ki, həqiqətən bu problemlərin olduğunu hökumət özü də bilir, cəmiyyətimiz kimi. Cəmiyyət zaten görür və biz də bunu görürük. Amma bu problemləri biz birbaşa müəllimlərə bağlamağın mən də tərəfdarı da deyiləm.
bayaq qeyd etdiyim kimi həqiqətən də bu ölkədə həqiqi müəllim, həqiqi öyrədən rolunu oynayan kifayət qədər insanlar var. Müəllim sözü təkcə öyrətmək mənasında, ancaq elm tədris etmək mənasında mən onu heç vaxt anlamamışam. O cür qəbul etməmişəm. Çünki müəllimin vəzifəsi mən belə düşünürəm ki, həm də doğru, dürüst bir vətəndaş yetişdirməkdir. Və mən hətta təklif edərdim ki, mən özüm müəllim fəaliyyəti ilə məşğul olsaydım və yaxud da nə vaxtsa o peşə ilə çalışsam, mən hər dəfə dərsin son 5 dəqiqəsini ən azından bu məsələyə yönəldərəm ki, gənclərlə danışmaq, onları nələrsə müzakirə etmək, onları cəmiyyətə hazırlamaq. Məsələ burada siyasi, iqtisadi, ictimai, mədəni nələrsə danışmaqdan getmir. Ümumiyyətlə məktəbdən çıxan, xüsusilə də məktəbdən mən deyirəm, hələ bunun universiteti də var, təbii ki, o da gənclik dönəminə düşür, amma məktəb yeniyetməlik dövründən xüsusilə də biz yaxşı vətəndaş yetişdirməyə çalışmalıyıq və bu təbii ki, müəllimlərin üzərinə düşür ən çox. Mənim öz müəllimim tarix, mən siyasətə uşaqlıqda maraqlı idim. 12-13 yaşımdan mən prezident olacağımı qeyd edirdim, bunu həmişə deyirəm. Məni həm də siyasətə maraq oyadan mənim öz tarix müəllimim olub, Yadullah müəllim. Allah canını sağ eləsin, Allah uzun ömür versin ona biraz da. Düzdür, inanmıram özü bu videonu izləyək, çox böyük ehtimalla izləmər, çünki sosial şəbəkələrdə istifadə etmir. Mən ancaq rayona gedəndə, kəndə gedəndə ondan imkan tapanda bir salamlaşır, bir 3-5 dəqiqəlik söhbət edə bilirəm. Yəni biz hər birimiz Azərbaycanlıyıq, bizim hər birimizin qohumumuzda, qonşumuzda, ailəmizdə, dost çevrəmizdə bir müəllim var. Ona görə bizim müəllimlərlə bağlı nə qədər tənqidi yanaşmamız olsa da, amma bu bir daha təkrar edim ki, onların çox şərəfli, çox müqəddəs bir peşə daşıyıcıları olmasının faktını əngəlləmir. Bu biz bunu inkar edə bilmərik heç vaxt. Azərbaycan cəmiyyətinin gələcəyi həm də bugün Azərbaycanda fəaliyyət göstərən müəllimlərin fəaliyyətinə bağlıdır. Onların çalışmalarına bağlıdır. Mən ona görə də əsas bizim cəmiyyətimizin inkişafının açarını yenə də müəllimlərdə görürəm. Ondan sonra gəlir siyasətçilər, ondan sonra gəlir savadlı kadrlar. Amma birinci təbii ki, müəllimlər bağlıdır. Çünki müəllimlər ən açar məsələdir bütün cəmiyyətlərdə. Mən bir daha əziz müəllimlər sizə fəaliyyətinizdə uğurlar arzu edirəm.